Yəni kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilərsə, artıq nicat tapmışdır və dünya həyatı da aldadıcı zövqdən başqa bir şey deyildir. Əgər bunu fikirləşərsə müsəlman, ölüm, ölümdən sonraki həyat, cənnət nemətləri və cəhənnəm əzabı, onda müsibətlər insana asanlaşır, müsibətlər insana yüngül gəlir və xüsusən də Allah Rasulü sallallahu aleyhi ve sellem hədisini fikirləşəndə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni dünyada müsibət görən insanlar, dünyada müsibət görən insanlara verilən mükafatı, afiyət əhli, yəni müsibət gəlməyənlər, qiyamət günü gördükdə və qiyamət günü olanda afiyət əhli, müsibətə düşənlərə verilən mükafatı gördükdə arzulayacaqlar ki, kaş ki dünyadayken bizim ətlərimiz qayçılarla, dəmir qayçılarla doğranaydı ki, o mükafatı gördükdə. Və əgər insan bunları fikirləşərsə, dünyadan, yəni dünyaya qarşı zahid olur, dünya sevgisi qəlbində olmur və dünyadan qəlbi aralanır, özü bədənlə dünyada yaşasa da, lakin qəlb aralanır və axirət diyarına tərəf gedir, axirətə tərəf meyl edir və uca dərəcələrə. Və Allah Rasulü sallallahu aleyhi ve sellem də sahabələrinə cənnəti xatırladardı və cəhənnəmdən çəkindirərdi və səbirli olmağı tövsiyə edərdi. Necə ki, Yasir, Ammar və bir də ki, anası onlara yəni əziyyət veriləndə Məkkə müşrikləri tərəfindən Allah Rasulü sallallahu aleyhi ve sellem keçir oradan və deyir ki, sabran ya əli Yasir, ey Yasir ailəsi səbr edin, həqiqətən sizə vəd olunan yer cənnətdir.